Hər vaxtınız xeyir olsun. Mən Azərbaycan dili və ədəbiyyat müəllimi Qəmbərova Firuzə. Uzun bir aradan sonra yenidən çox gözəl bir test izahına qarşınızdayam. Bu testin izahında mən artıq sizə hər hansı bir mövzunun da izahını vermiş olacağam. Deyərsiniz ki, hansı mövzudur? Təbii ki də sadə cümlənin şəxsə görə növlərindəndir və təbii ki, həm buraxılış imtahanına, həm də 3-cü qrupların qəbul imtahanına daha çox düşən test tiplərindəndir. Ona görə də bu mövzuya toxunmaq istədim ki, test üzərindən gəlin mövzunu qəşəng şəkildə mənimsəyək. Bəs yaxşı, niyə belə test tipinə toxundum? Niyə ayrı-ayrılıqda izah eləmədim? Çünki ən çox imtahanlara, belə deyim də, mövzular üzərindən bölünmüş, yəni xırda-xırda cümlənin növlərini yox, bütövlükdə ümumi belə deyim də 5 cümlə verirlər və onun ardıcıllığını düzməyi və yaxud da verilənlər içərisində hansı cümləyə aid növ yoxdur və yaxud da var. Bax bu tipli istəyirlər ki, görüm ümumi verilmiş 5 cümləni siz eyni anda müəyyən eləyə bilirsinizmi hansı olduğuna? Yəni ən çox imtahanlara rast gəldiyim tiplər bu formada olur. Ya ardıcıllığı qurmağı istəyir, yəni bir-bir tək-tək toxunmurlar ki, görüm hamısını eyni anda yerində, yəni düzgün şəkildə tapa bilirsinizmi? Gəlin indi vaxt itirmədən keçək cümlələrimizə baxaq və cümlələr üzərindən izah verim sizə. Ardıcıllığımızı quraq görüm hansı cümlə, belə deyim, hansı tipə aiddir. Yaxşı, alma ilə adam vurmazlar. Ümumiyyətlə, birinci, nəyi axtarırıq cümlədə? Sadə cümlənin şəxsə görə növləri mübtəda əsasında formalaşan, xəbər əsasında formalaşan və yaxud da heç mübtədası olmayan bir cümlə şəklində bölünür. Buna müəyyən şəxsli cümlədir ki, biz bunu yalnızca nə əsasında tapırıq? Mübtəda əsasında, yəni mübtədamız da var, xəbərimiz də var. Bəs yalnız xəbər əsasında formalaşanlar hansıdır? Baxın, bura şəxsi cümlə aiddir və yaxud da ümumi şəxsdir, qeyri-müəyyən şəxsdir. Düzdür, bunların mübtədası var, ümumi şəxsinə, qeyri-müəyyən şəxsinə. Biz bunu bərpa eləyərək ortaya çıxara bilirik. Amma şəxsiz cümlənin heç mübtədası yoxdur. Bəs adlıq cümlə nədir deyək? Adlıq cümlənin isə xəbəri yoxdur. Sırf mübtəda əsasında formalaşırlar. Belə deyim sizə. Şəxsiz cümlənin sırf xəbəri var. Təbii ki, digər ikinci dərəcəli üzvləri var. Amma mövzumuzun adı şəxsə görə növ olduğuna görə biz əsas ortaya çıxarmalıyıq burada şəxsi. Yəni vurğulamaq istədiyimiz, tapmaq istədiyimiz şəxslərimizdir. Təbii ki, bilirsiniz də şəxslər nədir? Mən, sən, o, biz, siz, onlar. Təkini cəmini axtaracağıq burada xəbərlərin. Və müəyyən şəxsi cümlədən danışsaq, burada hər ikisini axtarmalıyıq. Təbii ki, həm mübtədanı, həm xəbəri. Ümumi şəxsinə, qeyri-müəyyən şəxsində cümlədə gözünüzlə o mübtədaları görməyəcəksiniz. Amma rahatlıqla bərpa edə bilərsiniz. Bəs neçənci şəxsləri bunları vurğulayacağam. Şəxsi cümlənin isə yalnız xəbərini axtaracaqsınız. Mübtədası yoxdur, heç vaxt da bərpa eləyə bilmərik. Bəs adlıq cümləyə gələndə heç zaman xəbərini görməyəcəksiniz. Yalnızca mübtəda və yaxud da ikinci dərəcəli üzvlərdən ibarət ola bilər. Yaxşı, o zaman gəlin elə ilk cümlə ilə başlayaq. Və belə deyim də, məsləhət görürəm ki, cümləni təhlil eləyərək tapaq. Vurmazlar. Alma ilə bir adam vurmazlar. Mübtədama baxım görüm. Əgər mənim cümləmdə mübtədam varsa, biz artıq heç bir cümlə növünü ağlımıza gətirmədən müəyyən şəxsi cümlə götürməliyik. Yəni, mənim cümləmin mübtədası və xəbəri rahatlıqla hər ikisi cümlədə var və ikisini də gözümlə görürəm. Təbii ki, olmayanda müəyyən şəxsini bərpa etmək olur. Amma nə formada eləmək olur? İndi onu qeyri-müəyyənlə ümumi şəxsini fərqləndirəndə deyəcəm. Və baxım görüm, əgər mübtədam varmı, heç bir cümlə növünü axtarmayacağam. Avtomatik bunu müəyyən şəxsi kimi götürəcəm. Baxıram. Vurmazlar. Kim vurmaz? Onlar. Varmı onlar cümlədə? Yoxdur. Özüm bərpa edəcəm. Baxın, əvvələ onlar yazacağam. Aha, deyirsiniz ki, bəs burada adam nədir ay müəllim? Elə bunu götürək də biz mübtəda kimi. Xeyr, əsla. Niyə? Siz birinci baxın görün, hansı halda da adam? Qeyri-müəyyən təsirlik. Qeyri-müəyyən təsirlikdirsə, mən bura I, I, U, Ü şəkilçisini özüm bərpa eləyə bilirəmsə və nəyi sualını ortaya çıxara bilirəmsə, sizcə hansı cümlə üzvü olacaq? Təbii ki, tamamlıq. Yəni, kimi vurmazlar? Adamı. Nə ilə? Alma ilə. Yəni, bu da tamamlıqdır.
Yaxşı, ayrı-ayrı tamamlıqlarım və xəbərim var. Cümləmdə mübtəda yoxdur, amma özüm bərpa elədim və indi cümləmin məzmununa baxıram. Görüm müəyyən bir şəxsə aiddirmi, hamıya aiddirmi və yaxud da bir qeyri-müəyyənliyi bildirirmi? Təbii ki, hamına aiddir. Heç bir şəxs alma ilə adam vurmaz. Yəni etik qaydalara hər hansısa bir insanın tərbiyəsinə sığmayan bir şeydir ki, heç bir insana istər bir əşya ilə, istər hər hansısa bir qüvvə ilə belə deyim də, toxunmaz və yaxud da vurmaz. Yaxşı. Deməli bu təkcə mənə yox, hamıya aiddirsə, mən bunu ümumi şəxsi cümlə götürəcəm və yenə də əsas ortaya çıxaracağım həm də xəbərimin şəxsidir. Neçənci şəxsdir? Üçüncü şəxsin cəmi, eyni zamanda 2-nin təki də tapa bilərsiniz. Yəni şərt deyil ki, üçüncü şəxsin cəmi olsun yalnızca. Deməli, xəbərim də üçüncü şəxsin cəmindədir. Bəli, vəssalam. Demək ki, bütün 3 şərtimin 3-ü də ödəndi. Ümumilik var məzmununda, xəbərim üçüncü şəxsin cəmindədir və mübtədanı özüm bərpa elədim. Ortaya, yəni gözümlə görmədim. Yaxşı. İndi deyəcəm, bu nədir? Ümumi şəxsi cümlədir. Bunun qabağına yazaq 2. Digərlərindən fərqləndirə izah eləyəcəm sizə. Dəniz kənarı bulvar. Aha, gəlin təhlil edək. Bulvar nə? Mübtəda. Necə bulvar? Hansı bulvar? Dəniz kənarı. Vəssalam. Cümləmdə xəbər görürsünüzmü? Görmürsünüz. Yəni ümumiyyətlə ən sadəsi adlıq cümləni ortaya çıxarmaqdır. Xəbər yoxdursa, avtomatik mən bura bir dənə 5 yazıram. Və yadınızda saxlayın. O demək deyil ki, adlıq cümlədə yalnız mübtəda olmalıdır. Xeyr. Geniş cümlə də ola bilər. Yəni bilirik ki, müxtəsər cümlə yalnız baş üzvlərdən ibarət olur. Geniş cümlə isə ikinci dərəcə üzvlərinin də iştirakı ola bilər orada. Bunu rahat tapdıq. Fikri toplamağın zamanıdır. Aha. İndi baxıram, bunu təhlil edirəm. Zamanıdır. Nəyin zamanıdır görək? Fikri toplamağın. Yaxşı. Bir dənə xəbərinə baxaq. Görək neçənci şəxsdədir. Mən 3-ün təki görürəm burada. Üçüncü şəxsin təki. Yaxşı. Cümləmdə mübtəda var? Yoxdur. Yaxşı, yoxdur, gəlin bərpa eləyək. Bir şəxs artırıram. Mən fikri toplamağın zamanıdır. O fikri toplamağın zamanıdır. Biz fikri olurmu? Xeyr və yaxud da hər hansısa bir şəxs bilə yazsa, heç cürə mümkün deyil. Mübtəda yoxdur və siz bərpa eləyə bilmirsiniz. Xəbərimiz də üçüncü şəxsin təkindədir. Bu qaydamda mənə nəyi xatırladır? Şəxssiz cümləni. Bu qədər sadə. Yəni dediklərimi yerinə rahat qoysaz, dediyim şərtləri eyni anda ödəsəz, rahatlıqla ortaya çıxacaq. Bura 1 yazıram. Gəldik. Hamı gedəndən sonra gəlmişdilər. Yaxşı. Gəlmişdilər. Nə zaman? Hamı gedəndən sonra. Bax, hamısı bir yerdə zaman zərfli idi. Yaxşı. Baxıram cümləmin mübtədası var? Yoxdur. Onda gəlin neyniyək? Özümüzdə mübtəda bərpa eləyək. Onlar yazaq bura. Və xəbərimə baxıram. Üçüncü şəxsin cəmi görürəm. Siz deyirsiniz ki, müəllim, bu yazdığınız, yəni təhlil elədiyiniz cümlə və bərpa elədiyiniz o üçüncü şəxsin cəmi və yaxud da onlar eyni ilə birinci cümləyə bənzədir. Bəs onda biz elə bunu yerə ümumi şəxsi götürəcəyik? Xeyr, əsla. Niyə? Çünki o zaman biz cümləyə onlar bərpa eləyirik və yaxud da şəxsimin üçüncü şəxsin cəm olduğuna baxıram ki, və onu ümumi şəxsli o zaman götürürəm ki, məzmununda ümumilik olsun. 1, 2, 3 adama aid olmasın. Yəni, hər hansısa bir şəxsə yox, bütün şəxslərə aid olsun. Bax, birinci cümləm elə idi. Bütün şəxslərə aid idi. İndi bəs bu yazdığım cümlə hamı gedəndən sonra gəlmişlər. Bütün şəxs, bütün cəmaət, toplum hamısı bəyəm kimsə gedəndən sonra gəlir? Yox, mən bəlkə birinin evində qonaq var, o cür qonaq gedirəm. Yəni məcbur deyil ki, mən də kiməsə ayaq uzadım, bunu eləyim. Bu bir-iki adama aiddir. Kiminsə evinə qonaq gəlirsə, digərləri gedəndən sonra gəlir. Deməli, nə nəticə çıxarıram? Qeyri-müəyyən şəxsli cümləyə mütləq ki, onlar bərpa edirik və bir də fərq var ki, qeyri-müəyyən şəxsli cümlənin xəbəri hər zaman üçün cəmində olur. Amma mən ümumi şəxsliyə nə dedim? Deməli, sən nə də ola bilərsən? İkinci şəxsin təki də ola bilərsən. Bax, bu fərq də var. Bir də ümumilik olub olmamağına baxırıq.
Vəssalam, bu qədər sadə. Məzmununda ümumilik yoxdursa, deməli qeyri-müəyyən şəxsli cümlədir. Bunu da silək. Yazaq qabağına nə? 4. Aha, bilirəm ki, artıq əlində sonda müəyyən şəxsli qaldı, amma yenə də gəlin bərpa eləyək. Həqiqətən də sübut eləyək ki, bu cümlənin mübtədası var və müəyyən şəxsli cümlədir. Yaxşı. Özgə atına minən tez düşər. Düşər. Kim düşür? Özgə atına minən. Deyirsiniz ki, müəllim, niyə bir yerdə götürdünüz ki? Ümumiyyətlə, fe'li sifətin şəkilçisini görürəm. Özündən əvvəlki sözləri ətrafına toplayıb fe'li sifət tərkibi əmələ gətirir. Yəni, əgər ki, bu sözlərim xəbərlə əlaqəyə girmirsə, təbii ki, bunları yerdə qoya bilmərəm. Fe'li sifət deyir ki, mən sizi yerdə qoymaram, gəlin bir yerdə dost olaq, biz bir yerdə tərkib əmələ gətirək. Belə yadımızda saxlayaq. Ən də fe'li sifətin şəkilçisi olduğuna görə mən artıq tərkib əmələ gətirə bilərəm. Ümumiyyətlə, fe'lin təsriflənməyən formaları məsdər, fe'li sifət, fe'li bağlama, hər üçünün ortaq cəhəti nədir? Tərkib əmələ gətirməkləri. Nə zaman yada düşər? Tez, bu da zaman zərfidir. Yaxşı. Cümlənin mübtədası var. Bəli, hər hansısa bir müəyyən bir tək insana aid, şəxsə aid xəbərim də var. Rahatlıqla nə götürəcəm? Üçü də bura yazıram ki, müəyyən şəxsli cümləsin. Deməli, bu ardıcıllığımın gözlənildiyi variant Y variantı. Vəssalam, bu qədər sadə. Deməli, bir də dediklərimizi ümumiləşdirək. Əgər ki, mübtədan varsa cümlədə, heç bir şey düşünmədən nə götürürsünüz? Müəyyən şəxsli cümlə götürürsünüz. Yaxşı. Əgər ki, xəbərlərim üçüncü şəxsin cəmidirsə, bax bunların ikisi kimi. Bu cümlələr bir-birinə çox oxşadılar. İkisi də üçüncü şəxsin cəmində oldu. İkisinin də mübtədası olmadı. İkisinə də nə bərpa elədim? Bax, belə ortaq yazım ki, ikisinə də onlar bərpa elədim. Amma fərq nə oldu? Məzmun cəhətdən fərq oldu artıq. Birinci cümlə hamıya aiddir. Artıq dördüncü cümləmi isə yalnızca müəyyən bir şəxsə 1, 2, 3, 4 nəfərə aiddir. Bax, bu cür nə fərqləndiririk. Bir də adlıq cümlənin dediyi xəbəri yoxdur, bu qədər sadədir. Şəxssiz cümlədə şəxs yoxdur və heç cürə də bərpa eləyə bilmirik. Ümumiyyətlə, şəxssiz cümlənin xəbəri üçüncü şəxsin təki olur və yaxud da şəxssiz növ, fe'lin şəxssiz növünü keçmişdik. O şəkilçisini orada axtara bilərsiniz. Bir də axtara bilərsiniz frazeoloji birləşmələri. Yəni, bu tipli sadaladıqlarımı görsəz, avtomatik olaraq nə götürəcəksiniz? Şəxssiz növ götürəcəksiniz. Ümidvaram ki, bu testdən sonra rahatlıqla fe'lin, daha doğrusu sadə cümlənin şəxsə görə növlərini nə test qabağınıza çıxsa rahat tapa biləcəksiniz. Hər hansısa bir köməyim toxundusa, nə xoş mənə. İnşallah ki, bundan sonra çalışdığım müddətcə daha sıx-sıx test izahlarına və fərqli test izahlarına qarşınızda olacağam. Hələlik.